İzzət Rəbbindir. Amin. Bir də salam. O bizə hərdən dünyada olur o söhbət deyir. Salam da deyir. Pulla deyir ki. Şükür olsun. Salam yəni sülh olsun deməkdir. Həqiqətən. Rəbb istəyir ki, həmişə bizim aramız sülh olsun. Əslində biz salam verirsə, onun sözü saləm sözündən götürüb, yəni sülh olsun. Mənası budur. Yəni biz deyir ki, sülh olsun. Yəni qonşu qonşuya, qohum qohuma, dost dosta, tanış tanışa sülh arzu edir. Yəni sülh olsun. Amin. Və bu gün də mən də sizinlə müqəddəs yazıdan Mattanın müjdəsi 15-ci fəsil 22-ci ayədən burada bir Kənanlı qadından söhbət gedir. Kənanlı qadın yəni bütpərəst olur. Bizim kimi. Biz də bir zaman bütpərəst idik. Və onun bir qızı cinə tutulur. Və bilir ki, və o zaman Allahı tanıyan xalq Yahudilər idi. Yəni İbrahimin, İsaqın, Yaqubun həqiqi Allahı tanıyan Yahudilər idi. Yəni İbrahimin nəsli idi. Başqa xalqlar Allahı tanımırdılar. Düz olan da Allahları var idi, yəni bütlər idi. Hər bir xalqın, hər bir millətin hansınca bir bütü olub, nəyəsə sitayiş ediblər. Amma həqiqi Allahı tanıyan Yahudilər olub. Çünki yeganə o xalqdır ki, əzəldən Allahın sözü onlara gəlib, sünnətlik əlaməti, Allahın əhdi, vədi, Allahın peymanı, hamısı Yahudilərə gəlib. Amma Kənanlı qadın isə elə bir ki, Azərbaycanlı bir qadındır, məsəl üçün. Bütpərəst olmuşuq, məsəl üçün biz də bütpərəst idik. Və burada onun haqqında danışır və bir də İsa. Gəlin oxuyaq kəlamdan. Budur, Kənanlı bir qadın o diyardan çıxıb, ya Rəbb, ey Davud oğlu, mənə rəhm elə, qızım ağır bir halda cinə tutulub, deyə çığırırdı. İsa cavabında ona bir söz belə demədi. Şagirdləri yaxınlaşıb, onu burax, çünki arxamızca çığırır, deyərək İsa'ya yalvardılar. Amma İsa cavab verib dedi, mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm. Qadınsa yaxınlaşdı və ona səzdə qılıb dedi, ya Rəbb, mənə imdad et. İsa cavab verib dedi, uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz. Qadın dedi, haqlısan ya Rəbb, amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir. O zaman İsa cavab verib qadına dedi, ey qadın, imanın böyükdür, sənə istədiyin kimi olsun. Onun qızı o saatda sağaldı. Amin. Bu olan hadisə haqqında olacaq. Yəni bu hekayə deyil, bu olan bir şeydir. Rəbbimiz İsa Məsih, bir qardaşım danışdı ki, iflici gətirirlər İsa'nın yanına. İflic bilirsə nə vəziyyətdə olur? Tərpəmir, bir dənə baxır. İsa nəinki iflici, körlara göz verirdi, şikəstlərə əl-ayaq verirdi. Ölünü kim dirilə bilər? Allahdan başqa. İsa bir kəlmə ölüyə deyir, qalx ayağa, ölü qalxıb ayağa. Bundan nə sübut olunurdu? Sübut olundu ki, o həqiqətən kimdir? Allahın oğludur. Allahın özüdür. Həqiqətən. Və burada isə İsa həm yanına gəlir həmin qadın, onun balası cinə tutulur. Qadındır, anadır. Bu bütpərəst bir xalqdan idi. Amma o nəsə eşidir İsa haqqında. Maraqlısı budur ki, həm də o gəlib elə-belə İsa'ya elə-belə yaxınlaşmır. O maraqlı bir söz deyir orada. Deyir ki, ey Davud oğlu İsa. Yəni o qadın bütpərəst olsa da iman etmişdi ki, Davudun nəslindən xilaskar gələcək, Rəbb gələcək və qadın yaxınlaşıb artıq nə deyir? Ya Rəbb deyir. Yəni qadın artıq ona iman etdi. Xilaskarı kimi, Rəbb kimi. Fikir verin. Biz nə idik? Biz də bütpərəst idik də bir zaman. Bəlkə elə deyil. Hansımıza nəyəsə inancımız olub. Qəbirlərə, ocaqlara, pirlərə, falsılara, cadükarlara. Bəlkə elə deyil. Ər yoxdur, evə axşamlar gez gəlir, arvad hara qaçır? Falsı yanı.
Ərim bax görsün, kimisə var, evə niyə gec gəlir? Burada bir qardaşımız var bizim, öz də buradadır. Demək bu, biz imanlarla otururdu, axşam gecə evə gec gedirdi, birdə, ikidə dua edirdi, adam ayrılmaq istəmir axı, qardaşdan. Yoldaşı elə düşüm ki, yəqin bu nəsə çaşıb. Gedir falçıya, falına baxdırsın, falçı açır öz kitabını, adını soruşur, qayıdıb, bunu yoldaşdan qayıdır ki, bunun adı yoxdur burada. Fikir ver ha, bizim adımız qara kitabda yoxdur. Bizim adımız ağ, nurlu kitabdadır. O kitab diri və canlıdır. Və hər birimizin orada adımız var. Rəbb orada bizə yeni ad verəcək. Bəli. Orada sən Ravid yox, Salih olacaqsan. Adımız. Şükür olsun Rəbbimizə. Rəbbimiz bizim üçün gözəl məkan hazırlayıb. Və İsa qadını amma eşitmək istəmir. Maraqlıdır. Çağırır, uzaq deyil. Hətta orada görür ki, şagirdləri qayıdır ki, ya Rəbb, axı çığırır axı. Şagirdləri belə İsa'ya yalvarırlar və onu saxlayırlar İsa'nı. Fikir verin. Və şagirdlərin sözünə görə İsa dayanır. Hətta orada Rəbb qayıdıb şagirdlərinə qayıdır ki, deyir, mən İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm. Yəni, qoyun deyəndə Rəbbimiz İsa Məsih müqəddəs yazıda özünü çobana bənzədir. Çoban qoyununu nədən qoruyur həmişə? Canavarlardan. Elə deyilmi? Yırtıcılardan. Hə? Hansı sürünün çobanı qorxaqdırsa, yatarsa, nə olacaq? Qoyunu oğlanacaq, parçalanacaq. Amma bizim Rəbbimiz oyaq oldu həmişə. Biz yatsaq da o yatmır. O həmişə oyaqdır. Biz şirin yuxuda olanda da evdə, yatanda da o yatmır. O bizi qoruyur iblisdən. İstər yuxuda, istər fikirlərdə, düşüncələrdə o bizi qoruyur. Və həmin o canavar biz kimdir? Bu dünyada olan şeytan, iblis, qardaşım bir yax deyirdi, o evləri dağıdır. O evləri viran qoyur. Bu ana da gəlmişdi İsa'nın yanına. Gəlmişdi ki, balasına şəfa versin. Çünki bala cinayət tutulub. Cinayət tutulmaq biz nə deməkdir? Siz bir cinayət tutulan insanla bir evdə yaşamısınız? Hə? Mən yaşamışam. Mən bilmirdim. Mən İsa'ya iman edəndən sonra, həm Rəbb Allah'ı tanıdım, həm onun nurunu gördüm, həm də onun nuru vasitəsilə Allah mənə iblisin, cinlərin simasını göstərdi. O da ruhdur. Ruh deyəndə təəccüblənməyin. Ruh deyəndə bizdə insanlar dünyada qorxurlar ruh deyən kimi. Amma bir şey başa düşmürük ki, bizim də hər birimizin ruhumuz var. Bizi də bu həyatda şəxsiyyət edən ruhumuzdur. Mənim ruhum çıxsın, mən bastırmaqdan başqa, bu gördüyünüz bu cəsəd, bastırmaqdan başqa heç nə yaramayacaq. Bu dünyada məni şəxsiyyət edən ruhdur. Və hər birinizi də şəxsiyyət edən ruhdur. Ruh sizin şəxsiyyətinizdir. Hər birimizin şəxsiyyətimiz var. Və murdar ruh da, şeytan da şəxsiyyətdir. Allah da şəxsiyyətdir. Və onun üçün İsa dünyaya gəldi ki, bizi həmin o murdar ruhdan, iblisdən azad eləsin. O dağıdır, sökür və bir vaxt mən gəldim, burada İsa'ya iman elədim və sevinclə evə getdim. Adam var ki, bir aydan sonra, adam var 2 ildən sonra ruhdan doğulur. Amma mən həmin gün ruhdan doğuldum. Həmin gün. Bir dənə qanadım yox idi mənə uçmağa. Demək olar ki, elə uç olsa getdim evə. Şükür olsun Rəbbə. Evə qalxmışam, bacım bizdədir. Bacım da ki, yoldaşı ilə uşaqlarını gəlib bizə. Demək, çoxdan söhbəti bu, 95-ci, 94-cü ilin söhbətidir. O vaxtı mənim bacım bizim həyətdə bir qadın var idi. Ona mömin bir qadın kimi tanıyırdı hamı. Və bizim məhəllə, qonşu məhəllələr, qadınlar, qızlar həmişə o qadının yanına gedərlər. Mömin idi. Həm də sənə demə, bu fala baxılmış, bizim xəbərimiz yox imiş. Və mənim bacım da onun yanına gəlib gələrdi ki, və biz dedik, geçsin, nə var ki, bu da mömin adamdır, mömin qadındır, qonşuluqda yaşayır. İndi məhəllədə qadınlar, qızlar, belə bir yax dediyim kimi, kim gedərdi ərinin yoxlatmaq üçün, kim gedərdi
qızının bəxti açılsın, evdə qarıyıb, qocalıb, ələ getmir. Bir yetim bədbəxtin birini gətirsin onun üçün. Hərə bir şey üçün gedir falçının yanına. Sən demə, bu qadında da o ruh var imiş, bizim də xəbərimiz yox imiş. Mən bilmirdim sözün asıl, mən sonra bildim. İsa Məsih gələndən sonra mən bildim. Evə qalxdım nəyəsə, gördüm bacım bizdədir, yoldaşı, qonaq da gəlib, ata evidir, lap yaxşı. Salam verdim, keçdim mətbəxə. Mətbəxə keçəndə bacım gəldi mənim dalımca. Mənə biz nə dedi? Mənə dedi, sən Allahın balasısan. Mən şoka düşdüm. Axı, mən heç kim etsin deməmişəm. Fikir verin, murdar ruh. Əgər hansınız o falçının yanına gedirsinizsə bu günə kimi, məsləhət görəm getməyəsiniz. O ruha tutulacaqsınız. Rəbbə inanın, Allaha inanın. Görün, bacım onu mənə deyəndə mən məhtal qaldım. Sonra başa düşdüm ki, ondan sonra üzə çıxdı o, onda olan. Ona kim bacım gözəl idi, mülayim idi, görüşürdü, necəsiz, yaxşı, hamının gözəl. Amma o, mən imana gələn kimi onun içindəki qalxdı. Başladı qalxmağa. Sonra əri gətirdi onu bizə ki, mən qorxuram, ona bir evdə qalamaram. Başladım dua etməyə. Oruç tutdum, 40 gün bacım üçün oruç tutdum. Burada baytamızda, qardaşlar da, burada şahid olan bacılarım da var. Qoşullar mənə və sağ olsunlar, şükür olsun Rəbbimə, mənlə bərabər dua edirlər, həm mənə, həm bacım üçün. Mən də ki, 40 gün orucumu davam edirəm. Oruç tutdukca bunda olan şey daha da qalxır. Atamın üstünə cumur, atamın saçını yonur. Ana mənə deyir ki, bala getmədi. Sən gedəndə biz evdən qorxuruq. Dağıdır ev eşiyi. Siz düşünün. Mən də qardaşlarıma deyərdim, ya İftixar qardaş, Kamran qardaş, mən evdə olmayanda gələrdə növbə ilə bizdə qalardılar. Biz evdə olanda sakit olurdu. Rəbbin balası evdə olanda o sakit olurdu. Və vaxt keçdi, yəni sözüm canı bir sözü, ola gələm ki, sonra bir gün vaxt keçdi və maraqlı bir nə idi, o anamı qucaqlayırdı və mənə baxırdı. Mən bacım içində, bacım mənə baxırdı, eləmi? Amma əslində bacım deyildi. Gözlərdən bir dənə göz gedirdi, o biri göz gəlirdi. Bir göz gedirdi, o biri göz gəlirdi. Bir göz gedirdi, o gəlirdi. Mən orada iblisin o iğrəncliyini gördüm. Ondan bir dənə soyuqluq gəlirdi. Soyuqluq var idi. Gözlərində də, baxışında da çox hiyləgər. Bacımın sən demək içinə qoşun girib. Bir dənə cin yox, cinlər girib. Sonra çıxdı, mən gedirdim, qardaşların kimsə otururdu evdə. Sonra olur ki, qardaş da insandır, həmişə evdə oturmayacaq, qarval çəkməyəcək, o da insandır, olan dişi var, gücü var. Neysə, Rəbbə dua edirdi həmişə. Günlərin bir gün atam zən vurdu, ağlaya-ağlaya. Ağlaya-ağlaya zən vurdu ki, oğul, bacın oğlunu atıb 4-cü mərtəbədən aşağı. Neçə yaşı var? 4 yaşı var da uşağı. Ana da öz balasını atarmı? Görün, o ruh nə qədər güclüdür ki, insanın içinə girəndə artıq balıya, zada, heç nəyə baxmır. Orada məhəbbətdən, sevgidən əsər əlamət qalmır. Murdarlıqla, iğrəncliklə, nifrətlə, pisliklə dolur insanın daxili və o, Allah ona qadağan eləsin, insanı idarə edir. Amma bilirsiniz, uşağın burnu qanamadı. 4-cü mərtəbədən aşağı düşdü. Özü şahiddir. Saadət düşdü onu qalxızıb yuxarı uşağı. Uşağın burnu da qanamamışdı. İndi böyük oğlandır. Şükür olsun Rəbbə. Rəbb dualarımızı eşitdi. Mələklərini göndərdi, uşağı saxladı. O bəhdən dəymədi, yavaş dəyib. Mələklər, çünki biz inanırıq buna. İman nədir? Görünməyən həqiqətlərə inanmaq bu imandır. Şükür olsun Rəbbim. Amma sonra bacım da azad oldu o ruhdan. Şükür olsun Rəbbimizə. Yəni biz görmüşük Rəbbin möcüzəsini. Biz
Əlinin, Vəlinin, Ruslanın, demişəm, yəni deməsəm, dalınca eşidib getmirik. Biz görmüşük, biz dadmışıq. Burada olan hər bir bacım durub şəhadət edə bilər. Qardaşlarım şəhadət edə bilər ki, biz həyatımızda İsa Məsihin möcüzəsini görmüşük. Bizi ondan heç nə ayıra bilməz, heç nə. Heç nə ayıra bilməz. Çünki bizim qəlbimiz ona bağlıdır. Və bu gün mən sizin qəlbinizi, ürəyinizi, hərdən simaları burada kədəri görəndə, mən də kədərlənirəm. Niyə kədərlənirsən? Kədərlənmə. Bizim axı İsa'mız var. Ya cinlər, o cin var ha, Rəbb ona qadağan eləsin. Deyir ki, bir oğlundan danışanı gəlir atasından danışasan da, bir ikidən deyəsən. Yəni cin kimdir? Necə oldu? Axı Allah cin yaratmamışdı. Biz müqəddəs yazını oxuyur, Allah insanı gözəl yaratmışdı. Ədəm bağında, cənnətdə gözəl bilib yaratmışdı. Bu hardan çıxdı, gəldi bu cin? O cinlər əvvəl cin deyildi, onlar Allahın gözəl mələkləri idi. Onların ağası şeytandır. Şeytan da əvvəl şeytan deyildi. O da Allahın nur daşıyan mələyi idi. Amma o qürurlandı, lovğalandı. Allah kimi olmaq istədi. Və Rəbb Allah onu öz dərgahından qovanda göyün 30% mələyini aldatdı o. Və həmin mələklərlə bərabər Allah onları da qovdu. İndi həmin göyün 30% göydən enən mələkləri, iblislə bərabər qovulan mələklər, indi onlar cinlərdir. Şeytan isə olan ağasıdır. Rəbb məhz bunun üçün gəldi dünyaya. Çünki indi o heç nədir, şeytan Allah üçün heç nədir. O aciz demiş Allahın yanında. Amma maraqlı bir şey var ki, biz insanlar da şeytanın qarşısında acizik. Rəbb onun üçün gəldi dünyaya ki, bizi o şeytanın əlindən azad eləsin. Bizi xilas eləsin. Şeytan sevinirdi. İsa çarmıxa çəkiləndə ki, öldürdüm, Allahın oğlu gəlmişdi. Onu da öldürdüm, amma Rəbb nə oldu? Rəbb ölülər aləminə qalib gəldi. O ölülərdən dirildi, şeytanın kürəyini yerə vurdu. Və öz ruhunu bizə verdi ki, bugün biz Allah oğulları kimi gəzək, şah gəzək. Biz Allah qızları kimi gəzin, şah gəzin. Niyə kədərlisən? Niyə qəmlisən? Hə, bacım, qardaşım, niyə? Axı, sənin atan var, Allahdır. Bizim atamız Allahdır. Niyə biz bugün kədərli olmalıyıq? Nə üçün? Hə? Və fikir verin, həmin ana böyük dərd idi, o cinə tutulan balası. Bugün nə qədər anaların balaları elə bədbax eləyib həmin o cinlər. Nə qədər anaların balalarını pis günə qoyub. Evdən oğul çıxır, axşam gələndə göz axa-axa gəlir. Qız çıxır, gələndə taytiyə gəlir. Gör şeytan nə qədər anaları dağ çəkir. Gör cinlər nə edir? İnsanları bədbax eləyir. Onun bir məqsədi var. İnsanı vursun, dağıtsın, yıxsın. Onun işi budur. Çünki o nifrət edir biz insanlara. O istəyir ki, bizi dağıtsın. Evləri, ailələri dağıtsın. Burada imanlı söz verir ailə qurmaq üçün. Allah qarşısında. Ayrılır, niyə? Nə üçün? Və həmin onun da bəhrəsi var. Ehtiyatlı olun bacılarım, qardaşlarım. Çox ehtiyatlı olun. Ruhun, natəmiz ruhun bəhrəsini deyim, qulaq asın. Görün onun bəhrəsinə baxın. Pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hilə, pozğunluq, paxıllıq, küfür, lovğalıq və ağılsızlıq çıxar. Bütün bu pis işlər insanın daxilindən çıxır və onu murdar edir. Fikir verin. Sadaladığım şeylərə fikir verirsiniz diqqətlə. Baxın görün, bunlar sizdə, bizdə var bugün. Hər şey birdən böyümür. Hər şey birdən böyümür. Hər şey yavaş-yavaş böyür. İstir insanı, istir heyvanı, istir ağaclar, bitkilər. Heç biri birdən böyümür. Yavaş-yavaş böyür. Yavaş-yavaş. Əgər bu şeylər üstünədir, ehtiyatlı olun, bu şeylər iblisin toxumudur. Əgər bugün sənin qəlbində bu şey varsa, ehtiyatlı ol. Demək, iblis o toxumu sənə əkib qəlbinə. Paxıllıq. Bax,
onun toxumudur. Hiylə. Bax gör, varmı səndə? İkiyüzlülük, yaltaqlıq. Gəlin baxaq, varmı bizdə? Qatillik, cinsi əxlaqsızlıq, loğva, qürur. Bu kimi şeylər hamısı, bilin, iblisin toxumudur. Hər şey balacadan başlayır. Əgər bunu atır sənin qəlbinə, sən də, bizim də qəlbimiz də torpaqdır. Bura nə düşürsə böyüyür. Onun üçün Rəbb deyir ki, hər şeydən çox ürəyini qoru. Çünki həyat çeşməsi odur. Baxın qəlbimizə. Elə müqəddəs yazılan Şaulu götürək. Şaul Allahın balası idi, məhs olmuşdu. Şamuel peyğəmbər onu məhs etmişdi. İsrailin şahı idi o. Cinə tutuldu, cinə. Davud gəlib ilahi oxuyardı, lira çalardı və o rahatlanardı. Və bu gün də baxın, sən gəl burada rahatlanırsan, ilahiləri eşidirsən, Allahın sözünü eşidirsən. Buradan çıxanda dəyişilirsənsə, ehtiyatlı olun, baxın içinizə. Şaul nə etdi? Dedilər ki, Şaul minlərlə baş kəsib, şəhərə girəndə Davudla, atlarla. Amma Davud 10 minlərlə. Fikir verin, Şaul dedi, necə yana? Mən şaham, mənə minlərlə deyirlər. Amma Davudu 10 minlərlə. Və paxıllıq girdi içinə. Fikir ver, birinci paxıllıq düşdü bura. Paxıllığın dansı nə gəlir? Nifrət. Başladı nifrət eləməyə. Sonra başqa nə gəldi Şaula fikir? Qatillik, onu öldürsün. Fikir verin. Sonra dansa nə gəldi? Cinə tutuldu. Rahatlığı yox idi. Yox idi. Baxın, ehtiyatlı olağın. Baxağın daxilimizə. Görən o şeylər bizdə varmı? Hər şey birdən olmur. Ola bilsin kimsə burada özünü ağıllı sayır. Çox bilmiş sayır. Fərqi yoxdur. İstər var dövlətində, istər görünüşündə, formanda, figuranda, istər ağlında, zəkanda, sən burada əgər özünü kimlə üstün tutursansa və özünü ağıllı sayırsansa, bir, iblis səndədir. O elə bir şeydir ki, baxın, siz deyə bilərsiniz, o məndə yoxdur, var, deyin bilərsən. Sən bilirsən ki, bir şey eləmək yaxşı deyil, amma eləyirsən. Bilirsən ki, kimsə qadınına, qızına baxmaq yaxşı deyil, amma baxırsan. Amma süfrədə duranda namusdan, qidiyyətdən danışırsan. Bilirsən ki, hisslənmək yaxşı deyil, amma hisslənirsən. Bilirsən, vurmaq yaxşı deyil, amma vurursan. Bilirsən, kimsə alçatmaq yaxşı deyil, amma alçadırsan. Niyə? Bunu elətdirən kimdir sənə? Baxın, əsir. Demək, əsir edib iblis səni. Biz onun əsiriyik. Biz insanlar onun əsiri olmuşuq. Məhz İsa onun üçün gəldi ki, bizi o əsirlikdən azad eləsin. Burada gözəl görsənirsən, mələk kimi. Doğrudan insanlar elədir. Qız var ki, alırsan, sonra peşman olursan. Özünü mələk kimi göstərir. Bir de burada bazılarımız yoxdular. Ərə getdilər, getdilər, yoxdular. Amma ərə getməyən kimi o bayt edirdi. Deyir ki, qapıdan qovurdun, pencərdən girdilər içəri. İstədiklərini alıblar, əldə ediblər. Yoxdur. Kimsə də bədbax ediblər haradasa. Hiləgərin şeylər, simalardır bu, ikiyüzlülük. Və sonra fikir verin. Sonra Rəbb qadına qayıdır ki, uşaqların çörəyini götürüb köpəkləri atmaq düzgün deyil. Və o qadına köpək deyir. İt deyir. Düzdür, müqəddəs yazıya əsasən məsələn Yahudilər Allahı tanıdıqları üçün bütün bütpərəstlər onlar üçün it idi. Bütpərəst xalqları onlar it kimi baxırdılar. Amma burada bir şey də var. O qadın qəbul elədi. Dedi, qoy it olum.
Amma mənim balama şəfa ver. Ana, balası üçün şəfa istəyir. Bala cinə tutulub. Cin balasının həyatını viran qoyub. Ana, deyir, hər şeyə razıdır ana. Amma balama şəfa ver. Qadın sınmasaydı, o balası şəfa almayacaqdı. Bilirsiniz, biz də Rəbdən istəyirik. Bizim o qürurumuz, sən Rəbbi görməlisən. Sən sınmalısan ki, şəfa alasan. Müqəddəs yazıda, baxın, o qadın Rəbdən uzaq deyildi. Rəbbə çox yaxın idi. Çox yaxın, amma Rəbb ona vermirdi. Qadın yalvardı, vermirdi. Və bu gün də sən bilirsən, Rəbb sənə yaxındır. Neçə vaxtı diləyirsən, amma almırsan. Amma Rəbb bilirsən ki, sənə yaxındır. Çox yaxındır, amma vermir. Niyə? Niyə görə vermir? Heç düşünmüsən? Vaxtda düşünmüsən heç? Niyə görə almırsan? Demək, problemin var. Qüsurun var. İçində hansı bütü gəzirsən, bütpərəstsən. Bütpərəst deyəndə başa düşün, kim əgər Rəbb Allahdan çox həyatını, gününü, saatını o şeyə ayırırsa, mən işləməkdən başqa, hamı işləməlidir, hamı zəhmət çəkməlidir. Çünki günahlarımızın aqibətidir. Çünki Allah o vaxt Adəmə deyir ki, alın tərindən yaşayacaqsan. Gör günah bizi nə günə gəlir. Amma günah olmasaydı işləməyəcəkdi, bu cənnətdə idi. Nəysə, baxın, Allahdan çox nəyi sevirsənsə, nədən aslısansa, demək sən Allahın odur. Əgər arvaddan asılsansa, demək sən Allahın arvadıdır. Əlindən asılsansa, sən Allahın əlindir. Aslı olmalısan, amma birinci Rəbb olmalıdır. Çünki Rəbb deyib, ər, qadın nə idi? Ağasıdır. Ərin də ağası Rəbbdir. Amma qadın sınır orada. Gəlin baxaq daxilimizə. Baxın, mən bilmirəm, siz özünüz bilirsiniz ki, sizi nə qoymur. Nə var həyatınızda, onu mən bilmirəm, onu Rəbb bilir, özünüz bilirsiniz ki, daxilinizdə nə var, nə cür yaşayırsan, nə cür həyat tərzi sürürsən, onu İsa görür. Və şansın var bugün. Gəl qabağa, tövbə elə o qadın kimi, tövbə elə, qəbul elə, Rəbbi, Allahın, xilaskarın, Rəbbin kimi həyata malik olasan. Tövbə elə ki, Rəblə sülhün olsun. Rəblə yaşayasan, Rəblə oturasan, Rəblə durasan. Rəbb çağırır. Kim tövbə eləmək istəyirsə, çıxsın qabağa. Qoy ürəyini, qəlbini Rəbbə versin. Bacarmısansa, Rəbdən dilə, Rəbb verəcək. Çünki Rəbb deyib, diləyin alarsınız. Tövbə elə, nə varsa səndə, nə pislik varsa bilmirəm, onu sən bilirsən. Rəbb sən o pislikdən azad eləsin. Bu Rəbb tövbələrimizi qəbul eləsin və yenidən həyat versin bizə, yenidən həyatımızı dəyişsin ki, onunla sülhdə yaşayalım. Ancaq və ancaq Rəblə sülhlə yaşamalısın. Sülhün olmalıdır, həm Rəbbin, həm insanlarla sülhün olmalıdır.